Azərbaycan torpaqları 2020-ci və 2023-cü illərdə işğaldan azad edilib, 2023-cü sentyabrından artıq bütün torpaqların işğaldan azad edilib, suverenliyimiz bərpa edilib və bunlar İlham Əliyevin hakimiyyət dövründə baş verib. Aydın məsələdir ki, bu bütövlükdə cəmiyyətimizin, xalqımızın iradəsi, fədakarlığı nəticəsində mümkün olub. Aydın məsələdir ki, bu qəhrəman əsgərimizin, zabitimizin fədakarlığı, həyatını qurban verməsi hesabına əldə olunubdur. Bütün bunlar hamısı həqiqət, ancaq eyni zamanda bu hadisə, bu hakimiyyətin zamanında baş verib, bunu da qeyd eləmişik. Amma müstəqillik də, ərazi bütövlüyü də o qədər yüksək dəyərlərdir ki, o qədər biz bundan fəxr edirik, o qədər böyük qürur duyuruq ki, bunu danışmaqla bitən mövzu deyil. Amma axı müstəqillik də, ərazi bütövlüyü də sadəcə olaraq fəxr eləmək üçün, qürur duymaq üçün deyil. Bu həm də xalqımızın, vətəndaşımızın, insanımızın xoşbəxtliyi üçün lazımdır. Bu torpaqların işğaldan azad edilməsindən sonra arzu elədiyimiz xalqın xoşbəxtliyi, xalqın rahat həyatına nail olmuşuqmu? Bu suala təəssüf ki, müsbət cavab vermək mümkün deyil. Biz hər dəfə elan olunanda ki, 10 ailə, 50 ailə, 100 ailə Qarabağa döndü, orada yaşamağa başladı, sevinirik. Əlbəttə ki. Amma onu da unutmuruq ki, 700-800 min əhalimiz o torpaqlardan çıxarılıb da etnik təmizləməyə məruz qalıblar. Və indi isə torpaqların azad olunmasından, əksər torpaqlarımızın azad olmasından 6 il keçir, Xan kəndinin və digər ermənilərin nəzarətinə qalan torpaqların azad olunmasından 3 il keçir. Amma insanlarımızın ora dönmə sürəti çox aşağıdır. Və bu sürəti götürsə, hələ Allah bilir, neçə illər bu proses davam eləməlidir. Halbuki bu prosesi daha sürətlə aparmaq mümkündür və bu barədə Müsavat Partiyasının dəfələrlə təşəbbüsləri, təklifləri olubdur. İsa bəy, bu işğal dönəmində o torpaqların həqiqətən yaşanılmaz hala gəlməsi ilə də bağlı deyilmi sizcə? Həm də bağlıdır. Biz hər zaman məsələyə obyektiv qiymət verməyə çalışırıq. Ancaq eyni zamanda biz onu görürük ki, məskunlaşma ləng gedir. Məskunlaşmada köklü əhalinin maraqları, təşəbbüslərinə demək olar ki, yer verilmir. Bütün proses yuxarıdan idarə olunur. Və bugün də məsəl üçün biz görürük ki, orada müəyyən iqtisadi proseslər gedir, müəyyən müəssisələr yaradılır, kənd təsərrüfatı istiqamətində müəyyən addımlar atılır. Ancaq addımların atılmasında yerli əhalinin iştirakı demək olar ki, yox dərəcəsindədir. Və yaxud da ki, bütöv bir kəndlər dağıdılıbdır, ermənilər və onları himayə edən Rusiya tərəfindən dağıdılıbdır. Amma indi imkan var ki, onlar bərpa olunsun, tutaq ki, onlar bərpa olunmur. Hakimiyyətdə 3-5 nəfər oturub, başı çıxan, çıxmayan, bilmirəm, o qədər təhlil etmirəm burada, ümumiyyətlə deyirəm. Qərar verir ki, bax, bu rayonda bir kənd yaradılacaq, burada bir ağıllı kənd olacaq, burada belə olacaq, elə olacaq. Yerli əhalinin, köklü əhalinin, oranın sahiblərinin mövqeyi nədən ibarətdir? Və bugünün özündə də əgər dünyasını dəyişən insanlar öz doğma yurtlarında dəfn olunmurlarsa, 6 il keçir torpaqların azad edilməsindən. Ancaq bugünə qədər də sadəcə bir məsələ deyirəm də, insanlarımızın dəfn məsələsi, o həll olunmur. Bir sıra başqa məsələlər. İnsanlar bəzən deyirlər ki, cəmaət ora geri qayıtmaq istəmir. Niyə qayıtmaq istəmir? İmkan yaradın, şərait yaradın, öz hesabına evini bərpa etmək istəyən, yeni ev tikmək istəyən insanlar var. Onların torpağını verin özünə və yeri gəlmişkən Azərbaycanda torpaq islahatı həyata keçirilir və pis yaxşı cəmaata pay verilir. Ancaq Qarabağın, digər işğal olunmuş torpaqların əhalisi bu imkandan kənarda qalıblar. İndi o islahat onlara da aid olmalıdır. O insanlara o torpaqlarda pay verilməlidir ki, onlar özləri bilsinlər ki, orada yaşayırlarmı, orada ev tikirlərmi, yoxsa oranı icarəyə verirlərmi, satırlarmı? Necə ki, torpaq islahatından sonra insanlar mülkiyyət hüququna sahibləndilər və ondan sonra özləri bilirlər ki, o torpaqdan istifadə edirlər, etmirlər, satırlar, yoxsa icarəyə verirlər. Yəni, o şəkildə Qarabağ cəmaatında buna hüququ var. Bu hüquq verilməlidir, verilmir.
Və bu məsələnin bir hissəsi qısaca dedim. Ancaq eyni zamanda xalqda belə bir düşüncə var idi ki, Qarabağ məsələsi həll olunandan sonra ölkənin digər problemlərinin həllinə imkan yaranacaq. Xalqın həyat səviyyəsi yüksəldiləcək, ölkədə iqtisadi və siyasi azadlıqlar bərqərar olmağa başlayacaq. Və bu istiqamətdə heç bir müsbət dəyişiklik olmadı. Əksinə, torpaqlar işğaldan azad ediləndən sonra Azərbaycanda siyasi məhbusların sayı artdı. Azərbaycanda mediaya tətbiq edilən qadağalar gücləndi. Azərbaycanda siyasi fəaliyyəti daha çox nəzarətə götürdülər və siyasi partiyaların imkanları məhdudlaşdırıldı. Vətəndaş cəmiyyəti qurumlarının imkanları bu məsələdən sonra artmadı, azaldı və bütövlükdə də həyat səviyyəsinin artması baxımından genel olaraq bu həyat səviyyəsi yüksəlməli idi, yüksəlmədi. Torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanın iqtisadi gücünə bir güc qatdı. Buna görə də xalqımızın həyat səviyyəsi daha da yüksəlməli idi, yüksəlmədi. Problemlər qalmaqda davam edir və bunu gizlətmək mümkün deyil. Bu korrupsiya ilə bağlıdır, monopoliyalarla bağlıdır, pis idarə etməklə bağlıdır. Hakimiyyətin bu məsələdə ədalətsiz yanaşmaları ilə bağlıdır. Yəni, bu problemlər hamısı mövcuddur və bu problemlərin həlli hakimiyyətdən ciddi siyasi iradə tələb edir və ölkədə çox ciddi, köklü, müsbət islahatlar, dəyişimlər tələb edir.